Bugünkü mövzumuz olur adi və onluq kəsirlər. Adi və onluq kəsirlərə keçirməmişdən əvvəl birinci kəsir mövzusuna tanış olaq. Görək kəsirlər nədir? Hər hansısa birini ixtiyari bir çevrə çəkirəm və həmin çevrəni müəyyən hissələrə bölürəm. Çevrəni müəyyən hissələrə bölürəm və həmin hissələrdən iki dənəsini rəngləyirəm. Və mən bunu kəsrlə ifadə etmək istəyirəm. Kəsrlə ifadə etdiyim zaman həmin çevrənin neçə hissəyə bölündüyünü tapıram. 1, 2, 3, 4, 5, 6. Həmin bölündüyü hissəni kəsr xətti çəkirəm. Həmin kəsr xəttinin aşağı hissəsi məxrəc adlandırılır və bölünən hissələri ora qeyd edirəm. Rənglənən hissələri isə 2 ədəd olduğu üçün sürətə qeyd edirəm. Bu formada yazılış kəsr adlandırılır. Əgər kəsr anlayışını biraz daha aydın izah etmək istəsək, yazıram A-da B. Yuxarıda duran hissə sürət və bəzən uşaqlar bunu digər anlayışlarla qatmaması üçün bunu adlandırırıq bölünən. Yuxarıda duran hissə sürət və ya bölünən, aşağıda duran hissə məxrəc və ya bölən. Kəsr xətti isə bölmə əməlini bildirir. Bölmə qabaqki mövzularımızda da keçəcək ki, nisbəti bildirir. Bu olduğu kəsirlə bağlı ümumi anlayış. Bəs gəlin görək adi kəsir nədir, kəsir nədir? Biz məlumat verdiyimiz ümumi kəsir anlayışıdır. Bəs gəlin görək adi kəsirlə kəsirin fərqi nədir? Biz o anlayışları necə bir-birindən ayırd etməliyik? Hazırda iki dənə kəsir qeyd edəcəm. 4-də 1 kəsirindən -4-də 1 kəsirin. Əvvəlki mövzulardan biz tam ədədlərlə tanış olduq ki, mənfi və müsbət ədədlər sıfırla birlikdə tam ədədlər çoxunu əmələ gətirirdi. Adi kəsrlərin qaydasına deyilir ki, sürəti və məxrəci müsbət ədəd olan, yəni ümumiləşdirsək, kəsrin qiyməti əgər müsbət olarsa, onda belə kəsirlər adlandırılır adi kəsir. Ancaq həm müsbət kəsirlər, həm mənfi kəsirlər birlikdə adlandırılır kəsr. Deməli, görəcəyimiz bütün kəsirli ifadələrin hamısı kəsirdir. Ancaq kəsrin müsbət olanlarının adı xüsusiləşdirilib, adi kəsir adlandırılır. Deməli, müsbət kəsirlər adi kəsirdir, müsbət və mənfi kəsirlər isə birlikdə kəsir adlandırılır. Və onluq kəsir dərsimizin bir digər adı idi. Hələ ki, onluq kəsir hissəsinə keçid etməmişdən qabaq, adi kəsir və kəsirlə bağlı müəyyən qaydalarla tanış olaq. Birinci vacib qaydamız ondan ibarətdir ki, ümumiyyətlə, kəsirlər deyirik ki, düzgün və düzgün olmayan kəsirlər olmaqla iki hissəyə bölünür. Ancaq qaydanı daha doğru ifadə eləsək, adi kəsirlər düzgün və düzgün olmayan kəsir olmaqla iki hissəyə bölünür. Adi kəsirlər müsbət kəsirlərdir. Biri var düzgün kəsirlər, bir də var düzgün olmayan kəsirlər. Düzgün kəsir nədir? Əgər sürət məxrəcdən kiçik olarsa, onda belə kəsirlər adlandırılır düzgün kəsirlər. Misal üçün 4-də 3, misal üçün 8-də 1 və ya 7-də 6. Belə kəsirlər düzgün kəsirlərdir. Ancaq sürəti məxrəcinə bərabər, buna bəzən deyirik tam ədəd, sürəti məxrəcindən böyük olan kəsirlər isə adlandırılır düzgün olmayan kəsirlər. Bir dənə nümunə yazaq. Misal üçün 8-də 8, 9-da 9, düzgün kəsir, düzgün olmayan kəsirdir. Sürəti məxrəcindən böyük 9-da 10, 7-də 8, 10-da 21. Belə kəsirlər isə adlandırılır düzgün olmayan kəsirlər. Və mən qeyd etmişəm ki, sürətlə məxrəc bir-birlərinə bərabər olarsa, bu tam ədəd adlandırılır. Və qeyd etmişəm ki, adi kəsirlər müsbət olanlardır. Deməli, tam ədəddən əlavə bütün natural ədədlərin hamısı əslində düzgün olmayan kəsir imiş. Misal üçün 8, 9, bunlar düzgün olmayan kəsirdir. Niyə? Çünki hər bir ədədin məxrəcində əslində bir dənə 1 dayanır. 1-də 8 kəsri sürət məxrəcdən böyük olduğu üçün düzgün olmayan kəsirdir. 1-də 9 kəsri sürət məxrəcindən böyük olduğu üçün düzgün olmayan kəsirdir. Deməli, bütün natural ədədlər sürəti və məxrəcinə bir-birinə bərabər olan
kəsirlər və sürəti məxrəcindən böyük olan bütün kəsirlər isə düzgün olmayan kəsirlər adlandırılır. Başlıq kimi qeyd etmişəm ki, adi kəsirlər düzgün və düzgün olmayan olur. Mənə verilsə ki, -1/4 kəsiri düzgün kəsirdir yoxsa düzgün olmayan? Nə düzgün kəsirdir, nə də düzgün olmayan kəsirdir. Səbəb nədən ibarətdir? -1/4 kəsirini yazan zaman mən bu mənfi işarəsini sürətə aid etsəm əgər, 4-də -1 olsa, sürət məxrəcdən kiçik olduğu üçün hal-hazırda bu olur düzgün kəsir. Ancaq mən mənfini məxrəcə əlavə etsəm, -4/1 kimi yazsam, sürət məxrəcdən böyük olduğu üçün olar düzgün olmayan kəsir. Bir kəsir həm düzgün olan oldu, həm də düzgün olmayan oldu. Ona görə də deyirik ki, mənfi kəsirlərin heç birinin düzgün olub olmamasına baxılmır. Ancaq müsbət kəsirlərin düzgün olub olmamasına baxıla bilər. İndi məsləhət bilərdim ki, kəsirlər mövzusuna qədər daha aydın tanış olmaq istəyirsən, ən başlıca kəsirlərin ortaq məxrəcə gətirilməsi, ilk başlayanlar üçün isə bunun orada nə desək, yəni kəsirlərin məxrəcinin eyniləşdirilməsinə əvvəlcə tanış olub, sonra digər müqayisəsi, toplanıb çıxılması, ixtisarı və sair kimi hissələrlə tanış olmamız daha məsləhətlidir. İndi isə 2 dənə kəsir yazacağam və həmin kəsirlərin məxrəcini necə eyniləşdirmək olar onu vurğulayacağam. 2 dənə kəsir yazıram. Yazıram 4/1 kəsirini və 3/2 kəsirini. Mən bu kəsirlərin məxrəcini eyniləşdirməliyəm. 4-lə 3-ün əkobunu qeyd eləyirəm. Yazıram əkob 4, 3. Əkob eləyir 12. Hər iki kəsirin və əkobun 12 etməsini birbaşa yazdım. Çünki əvvəlki videolarda əkobun izi tapılmasından bağlı məlumat verilibdir. Əkob 4-dən öncə qeyd etdim və hər ikisinin məxrəcinə yazıram 12. Həmin bu 12-ni əvvəlki kəsirin məxrəcinə bölürəm. 12-ni 4-ə böləndə eləyir 3. 3 elədiyi üçün həmin 3-ü aparıram bu birin başına yazıram. Və bu 1-i vururam 3-ə, gətirib yazıram 12-nin sürətini. Yenə eyni qayda ilə 12-ni bölürəm 3-ə. 12-ni 3-ə böləndə eləyir 4. Həmin 4-ü 2-nin başına bu formada yer açıb yazıram bura. 2-ni 4-ə vururam, eləyir 8. Kəsirlərin məxrəci bərabərləşdirildi. Həmin bu aldığım ədədlərə tamamlayıcı vuruq deyilir. Bir başqa nümunə yazaq. Yazıram. 10-da 5 kəsiri ilə, misal üçün 18-də 1 kəsirini ortaq məxrəcə gətirmək istəyirəm və kəsirlərin məxrəci eyniləşdirmək istəyirəm. Yazıram əkob 10, 18. Əkobları eləyir 90. Hər ikisinin məxrəci 2 dənə kəsir xətti çəkirəm. Məxrəclərə yazıram 90. Getdik. 90-ı bölürəm 10-a eləyir 9. 90-ı bölürəm 18-ə eləyir 5. 5-i 9-a vururam 45. 1-i 5-ə vururam 5. Bax, buna deyirlər kəsirlərin ortaq məxrəcə gətirilməsi və ya məxrəclərinin eyniləşdirilməsi. Elə ki, bununla tanış olduq, keçin kəsirlərin müqayisəsinə. 1. Məxrəcləri eyni olan kəsirləri müqayisə etmək üçün 2 dənə kəsir yazıram. 4/1 kəsiri ilə 4/3 kəsirinin müqayisəsini istəsin. Məxrəclər göründüyü kimi eynidir, ancaq sürətləri müxtəlifdir. Belə olarsa, sürəti böyük olan kəsir böyük, sürəti kiçik olan kəsir isə kiçikdir. İkinci, əgər bu ifadə bizə tərsinə verilərsə, yəni 1-də 4 kəsiri ilə, qara rəngdən qeyd edək, 1-də 4 kəsiri ilə 3-də 4 kəsirini müqayisə etməyimizi istəsə, sürətlər əgər bərabər olarsa, məxrəci kiçik olan böyük, böyük olan kiçikdir. Yəni 1-də 4 kəsiri 3-də 4 kəsirindən böyükdür. Belə nəzərimizə çarpdıq bunu ki, misal üçün bizə bir dənə tort verilir. Tortu bir dilimə bölsək daha çox bizə pay düşər, yoxsa 3 dilimə bölsək bizə daha çox pay düşər? Bir dilimə bölsək, yəni bir bütöv tort bizim payımıza düşsə, biz daha çox tort yemiş olarıq. Amma 3 dilimdən birini götürsək, daha az tort yemiş olarıq. Deməli, əgər sürətlər bir-birlərinə bərabər olarsa, məxrəci kiçik olan kəsiri böyük, böyük olan kəsir isə kiçikdir. İndi isə baxaq, bəs sürətlə məxrəc bir-birlərindən müxtəlif olarsa, onda hansı qaydalardan istifadə etmək olur? Birincisi, belə bir nümunə yazaq. Yazaq ki, 4-də 1 kəsiri ilə bizə versin 9-da başqa bir ədəd yazaq da, qarşılıqlı sadə olmasın. Misal üçün, 10-da 1 kəsir ilə
8-də 3 kəsirini müqayisə etməyimizi istəsin. Birinci hansı üsuldan istifadə olunur? Ortaq məxrəcə gətirmək, yəni məxrəcləri eyniləşdirmək. Onda əkob tapırıq 10-la 8-ə. 10-la 8-in əkobu eləyir 80. Hər ikisinin məxrəcinə qeyd eləyirəm 80-i. 80-i 10-a bölürük 8. 80-i 8-ə bölürük 10. Bir dəfə 8, 8. 3 dəfə 10, 30. Bayaqları qeyd etdiyim ki, məxrəclər eyni olarsa, sürəti böyük olan kəsir böyükdür. 80-də 30 kəsiri 80-də 8-dən böyükdürsə, deməli 8-də 3 kəsiri 10-da 1 kəsirindən böyükmüş. Bunun ikinci bir qaydası belədir. Məndən 10-da 1 kəsiri ilə 8-də 3 kəsirini müqayisə etməyimizi istəyirsə, bu səfər də sürətləri eyniləşdirəcəm. Yəni yazıram əkob 1 ilə 3. 1 ilə 3-ün əkobu eləyib 3. Eyniləşdirdiyim isə sürət olduğundan hər ikisinin sürətini yazıram 3. Diqqət yetirək. 1-i 3-ə vurdum. Deməli 10-u 3-ə vururam, yazıram məxrəcə. 3-ü olduğu kimi saxladım. 8-i də olduğu kimi yazıram məxrəcə. Və qayda qeyd etdim. Əgər sürətlər bir-birlərinə bərabər olarsa, məxrəci kiçik olan böyük, böyük olan isə kiçikdir. 8-də 3 33-dən böyükdür. Deməli 8-də 3 10-da 1 kəsirindən böyükdür. Bir digər qaydamız, deyərdim ki, ən asan qaydalardan biri bu qaydadır. Əgər 10-da 1 kəsirlə 8-də 3 kəsirini müqayisə etməyimizi istəyirsə, onu vururuq 3-ə, yazırıq bu hissədə 30. 8-i vururuq 1-ə, yazırıq bu hissədə 8. 8 ilə 30-u müqayisə edirəm. 30 8-dən böyükdür. Deməli 8-də 3 kəsiri 10-da 1 kəsirindən böyükdür. Beləliklə hər üç müqayisə ilə də tanış olmuş olduq. Kəsrlər üzərində əməllər. Əməllərə baxmamışdan qabaq, birinci kəsrsiz xəstəsi ilə tanış olaq. Misal üçün, hər hansı bir kəsir yazıram. Yazıram 2-də 3 kəsirini, 3-də 2 kəsirini. 3-2 kəsirinin sürət və məxrəcini eyni bir ədədə vururam. 3-2 kəsirinin sürət və məxrəcini mən 4-ə vurmaq istəyirəm. 3-ü 4-ə vurduq 12, 4-ə vurduq 8. Əgər sürət və məxrəci eyni bir ədədə bölsək, hər ikisini də 4-ə bölsək, alınan yekun nəticəmiz yenə eyni kəsrə qayıdır. Deməli, kəsrin sürət və məxrəcini eyni bir ədədə vurduqda və ya kəsrin sürət və məxrəcini eyni bir ədədə böldükdə kəsrin qiyməti dəyişmir. 3-2 kəsri elə 3-2 kəsri olaraq da qalır. Ancaq bu xassiyyət topluma və çıxmaya aid deyil. Yəni biz heç vaxt yaza bilmərik ki, 3-də 2 kəsri sürətinə 5 əlavə eləyib məxrəcinə də 5 əlavə eləsək, alınan kəsir 8-də 7 kəsirindən bərabər olar. Xeyr, belə bir anlayış yoxdur. Və yaxud da çıxma əməli belə yazsaq, yenə elə bir anlayış yoxdur. Kəsrin əsas xassəsi sürət və məxrəcinin eyni bir ədədə vurulması və eyni bir ədədə bölünməsindən söhbət gedə bilər. Yerdə qalan heç bir əməldən söhbət gedə bilməz. Elə ki, kəsrin ixtisarından danışdıq, indi də keçid alaq kəsrin əsas xassəsindən danışdıq, indi də keçid alaq kəsrin ixtisarına. Hər hansısa bir kəsir yazıram 144-də 120 kəsirini. Əgər kəsrin ixtisarı ilə ilk dəfə tanış oluruqsa, hissə ixtisarını işləməyimiz daha məsləhətlidir. Necə? Sürət və məxrəci eyni bir ədədə bölərək davam edirik. Sürət və məxrəcin 2-yə bölündüyünü, ikisinin də cüt ədəd olduğundan görürəm. Ona görə də sürət və məxrəci 2-yə bölürəm. Məxrəcdə 72, sürət isə 60 qalır. Əlimdə qalan ədədləri köçürdürəm. 72-də 60. Yenidən ixtisar eləyirəm. Məxrəcdə 36 2-yə bölürəm. Sürətdə isə 30 qalır. 36 və 30-un bölünmə əlamətinə və ya vurma cədvəlinə əsasən 6-ya bölündüyünü hər bir şagird bilir. 6-ya bölünəndə məxrəcdə 6 qalır, sürətdə isə 5 qalır. Cavabımız elədir 6-da 5 kəsiri. Ancaq əgər bu prosesi bu qədər uzun yerinə yetirmək istəmiriksə, biz əbobla tanış olmuşuq. Sürət və məxrəcə əbob tapırıq. Yəni yazırıq əbob 120, 144. Bundan əvvəlki videoda əbobun necə tapıldığına bağlı video çəkilib. Ona görə də birbaşa cavabı tapıram ki, əbobumuz edir 24. Sürət və məxrəci 24-ə bölürəm. 144-ü 24-ə böləndə 6, 120-ni 24-ə böləndə 5. Birbaşa cavab alındı. Əgər ixtisarla yeni tanış oluruqsa, hissi ixtisardan istifadə edə bilərik. Əgər hissi ixtisar uzun gəlirsə ki, uzun bir üsuldur, ən qısa üsul əbobun tapılması üsulundan da ixtisarı yekunlaşdıra bilərik.
İndi də baxaq kəsilər üzərində əməllər. Birinci başlamaq istəyirəm həm toplamadan, həm də ki çıxmadan. Çünki toplama ilə çıxmanın fəsilləri demək olar ki eynidir. Yəni toplama və çıxma eyni qayda ilə toplanır və çıxılır. Hər iki əməl üzərində tətbiq olunan ifadələrin hər biri eynidir. Misal üçün bir nümunə yazıram. Birinci yazdığım nümunə məxrəcləri eyni olan kəsirlər üçündür. Misal üçün 8-də 3 kəsirinin üzərinə gəlmək istəyirəm 8-də 1 kəsirini. Məxrəcin eyni olduğuna, məxrəci olduğu kimi saxlayırıq, sürətləri isə toplayırıq. Cavabımız eləyir 8-də 4. Öz növbəsindən ixtisar gedirsə, ixtisar eləyə bilərik. Amma burada əsas baxmalı olduğumuz məqam ilk dəfə kəsilərin toplanmasına tanış olan şagirdlərin adətən etdiyi bir səhv bundan ibarətdir ki, toplama əməlini görüb sürətləri bir toplayır, məxrəcləri isə bir toplayır. Yadımızda saxlamaq lazımdır ki, heç bir kəsir əməlində məxrəclərin toplanması və ya çıxılması deyə belə bir qayda yoxdur. Ümumiyyətlə məxrəc üzərində hansı əməl tətbiq oluna bilər? Məxrəc üzərində ancaq vurma əməli tətbiq oluna bilər. Yox, yerdə qalan heç bir əməl, bir də qüvvəti yüksəltmə əməli tətbiq oluna bilər. Bir, qüvvəti yüksəldə bilərik məxrəci, bir də vurma əməli tətbiq eləyə bilərik. Yerdə qalan məxrəclər üzərində heç vaxt toplama əməlini tətbiq etmək olmaz. Çıxma əməlini heç vaxt tətbiq etmək olmaz və yaxud da bölmə əməlini heç vaxt tətbiq etmək olmaz. Yəni məxrəc məxrəcdən toplanmaz, məxrəc məxrəcdən çıxılmaz, məxrəc məxrəcə bölünməz. Məxrəcləri ancaq bir-birinə vura bilərik və yaxud da ki, qüvvət yüksəldə bilərik. Yerdə qalan məxrəclər üzərində heç bir əməl tətbiq oluna bilməz. Bəs gəlin baxaq görək. Əgər məxrəclər bir-birlərindən fərqli olarsa, nə etmək lazımdır? Videonun ilk başlarında məxrəcləri müxtəlif olan kəsirləri necə ortaq məxrəcə gətirmək lazım olduğunu, yəni məxrəcləri necə eyniləşdirmək lazım olduğu haqqında danışmışdıq. İndi hər hansı bir kəsir yazıram. 8-də 1 kəsirinin üzərinə 12-də 5 kəsirini gəlmək istəyirəm və yaxud da burada çıxma əməlini tətbiq edə bilərəm və yaxud da qeyd etdim ki, hər ikisində də eyni qaydadır. Nə etməliyəm? Birincisi 8-in 12-yə əköb tapıram. 8-in 12-nin əköbü bizə verir 24. Bərabərdir. Bir dənə kəsir xətti çəkirəm. Həmin iki kəsir xəttinin məxrəcinə qeyd edirik 24-ü. 24-ü bölürük 8-ə, düşür 3. Tamamlayıcı vurğu kəsirin başına yazırıq. 24-ü bölürəm 12-yə, düşür 2. Tamamlayıcı vurğu kəsirin başına yazırıq. Sürəti 1-i, yəni 3-ə vururuq, yazırıq sürətə. 5-i 2-yə vururuq, yazırıq sürətə. Artıq məxrəclər eyniləşdiyindən məxrəci olduğu kimi saxlayırıq, sürətləri isə toplayırıq. Cavabımız elədir 24-də 13. İndi isə eyni əməli eyni ifadəni çıxmaya aid yazaq. Misal üçün, yazaq ki, 9-da 3 kəsirindən 10-da 1 kəsirini çıxaq. Birincisi əköb tapırıq. Əköb 9, 10. 9 10-un əköbü bizə verir 90. 2 dənə kəsir xətti yazırıq. Çıxma əməlini unutmuruq. Məxrəclərini isə 90 yazırıq. 90-ı 9-a böləndə 10, 90-ı 10-a böləndə isə 9. Tamamlayıcı vurğuları qeyd etdikdən sonra sürətləri vurub olduğu uyğun yerlərə yazmaq lazımdır. 3-ü 10-a vururam 30, 9-u 1-ə vururam 9. Məxrəclər olduğu kimi qalır, sürətləri isə çıxırıq. Əgər ixtisar varsa, öz növbəsində ixtisar etmək lazımdır. 3 ixtisar gedir, məxrəcdə 30 qalır, sürətdə isə 7 qalır. Deməli, cavabımız elədir 30-da 7. Baxdıq növbəti əməlimiz vurma əməlinə. Hər hansısa bir iki kəsir yazıram. 12-də 10 kəsirini vurmaq istəyirəm. 25-də 36 kəsirini. Ümumiyyətlə kəsirlərin vurulması zamanı və yaxud da kəsirlərin ixtisarı zamanı bir şey yadda saxlamaq lazımdır ki, məxrəc məxrəcdən ixtisar getməz, sürət sürətdən ixtisar getməz. İxtisar bir növ bölmə əməli deməkdir və mən bayaq qeyd etdim ki, məxrəclər üzərində bölmə əməli tətbiq etmək olmaz. Yəni bir növ məxrəcləri ixtisar aparmaq olmaz və ya sürətləri də ixtisar aparmaq olmaz. Məxrəclər bir-birlərinə ixtisar gedə bilməz, sürətlər bir-birlərindən ixtisar gedə bilməz. Əgər ixtisar eləmək istəyiriksə, ədədlərdən biri sürətdə, digəri isə məxrəcdə olmalıdır. Mən 12 ilə 36-nı 12-yə bölmək istəyirəm. Məxrəcdə 1 qalır, sürətdə isə 3 qalır. 10 ilə 25 isə 5-ə ixtisar aparıram. Sürətdə 2 qalır, məxrəcdə isə 5 qalır. Əlimdə qalan ədədləri olduğu uyğun yerlərə uyğun olaraq vurub yazıram. 2-ni 3-ə vururam, 1-i isə 5-ə vururam. Cavab eləyir 5-də 6.
Başqa bir nümunə göstərməmişdən qabaq bölmə əməlinə keçid eləyirəm. Çünki bölmə əməli bir növ vurma əməlinin əvvəli kimidir, yəni ardı vurma əməli kimi gedir. Misal üçün, hal-hazırda yuxarıda yazdığım iki kəsri bir-birlərinə bölmək istəyirəm. 12-də 10 kəsrini, 25-də 36 kəsrini bölmək istəyirəm. Birinci kəsir olduğu kimi saxlayıram. Bölmə əməlinin yerinə vurma əməli yazırıq və ikinci kəsri tərsinə çeviririk. 36-da 25 şəklində yazmaq lazımdır. Ardı isə vurma əməlinin eynidir və qaydanı yenidən təkrar eləmək istəyirəm. Birinci kəsri olduğu kimi saxlayırıq. Bölmə əməlinin yerinə vurma əməli qeyd edirik. İkinci kəsri tərsinə çeviririk. Burada sadəcə ixtisar gedən 10-dan 36-dır. 2 ixtisar gedir. Sürətdə qalır 5, məxrəcdə qalır 18. Bərabərdir. Sürəti sürətə vurub sürətdə yazırıq. Məxrəci məxrəcə vurub məxrəcdə yazırıq. Cavab eləyir 216-da 125. İndi isə keçid alaraq qüvvəti yüksəltmədən danışaq. Hər hansısa bir kəsir yazıram və bu bizim artıq 5-ci əməlimizdir. Hər hansısa bir kəsir yazıram. Yazaq 3-də 2 kəsirini. Və mən bu kəsiri 4-cü dərəcədən qüvvəti yüksəltmək istəyirəmsə, sürət ayrı şəkildə qüvvət yüksəldilir. Məxrəc ayrı şəkildə qüvvət yüksəldilir. Yəni, qüvvət sürəti və məxrəcə ayrı-ayrılıqda tətbiq olunur. Məxrəcdə 81, sürətdə isə 16 alınır. Cavab eləyir 81-də 16. Və biz bu əməllə kvadrat köklər mövzusunda yenidən tanış olmalıyıq. İndi isə baxaq, düzgün olmayan kəsirin qarşıq ədədi çevrilməsi və ya qarşıq ədədin düzgün olmayan kəsri çevrilməsinə. Hər hansısa bir nümunə yazıram, hər hansısa bir düzgün olmayan kəsir qeyd edirəm. Misal üçün, qeyd etmək istəyirəm 3-də 28 kəsirini. Hal-hazırda qeyd etdiyim kəsir düzgün olmayan kəsirdir və mən bunu qarşıq ədədi çevirməliyim. Nə edirəm? 28-i kənarda bölürəm 3-ə, qalıqlı bölmə şəklində. 9 dəfə düşür, qalıq 1 qalır. Qeyd edirəm ki, məxrəc heç vaxt dəyişmir, məxrəc olduğu kimi qalır. Tam olan hissə bizim natamam qismətimizdir. Qalıq olan hissə isə bizim sürətimizdir. Məxrəc isə heç vaxt dəyişmir. Qeyd eləsəm, 9 tam 3-də 1 kəsr alındı. Və bununla yeni tanış olan uşaqlar elə başa düşürlər ki, tamla kəsirin arasında hər hansısa bir vurma əməli var. Xeyr, bu bütöv şəkildə bir ədəddir. Və yaxud da başqa bir nümunə yazaq. Yazmaq istəyirəm 4-də 35 kəsirini. Kənarda 35-i bölürəm 4-ə. 35-i 4-ə böləndə düşür 8, qalıq qalır 3. Deməli, 8 bizim tamımız, 3 sürət, məxrəc isə dəyişmir. Deməli, cavab 8 tam 4-də 3 kəsr olur. Bəs verilən ifadəni tərsinə yerinə yetirsək, o zaman nə baş verər? Yəni, bizə qarşıq ədəd versə və biz həmin qarşıq ədədi düzgün olmayan kəsrə çevirməyə çalışsaq nə baş verər? Misal üçün, sadə bir nümunə yazıram. 3 tam 2-də 1 kəsirini yazıram. Məxrəci dəyişdirmədən olduğu kimi köçürdürəm. Məxrəci vururuq tama, məxrəci vururuq tama. Üzərinə isə gəlirik sürəti. Yəni, 2 vuraq 3, üstə gəlsin 1. Cavabımız 2-də 7. Və yaxud da başqa bir kəsir yazıram. 10 tam 3-də 4. 3-də 1 kəsir olsun, 4 olsa düzgün olmayan olur. Nə edirəm? Məxrəci olduğu kimi saxlayıram. 3-ü vururam tama. Üzərinə gəlirəm qalığı. Yəni, 3 vuraq 10, üzərinə gəlsin 1. Cavabımız eləyir 3-də 31. Deməli, biz qarşıq ədədi düzgün olmayan kəsrə çevrilməsindən də tanış olduq. Ümumiyyətlə, belə bir qeyd vermək istəyirəm ki, misal üçün, bu 2 və yaxud da bir neçə dənə qarşıq ədədə aid əməllərə baxaq. Görək, bəs qarşıq ədəd bizə verilsə, əməlləri necə tətbiq etmək lazımdır? Birincisi, toplamlara çıxmaya aiddir. Misal üçün, bizə verilir 2 tam 3-də 1 kəsri ilə 4 tam 2-də 1 kəsirinin toplanması verilir. Çıxması da bilirik ki, eyni qaydadır. Birinci sunla biz nə edə bilərik? Hər ikisini düzgün olmayan kəsrə çevirərəm. Yəni,
3'də 7, üzərinə gəlsin 2-də 9. Sadə şəkildə ortaq məxrəcə gətirərəm. 3-dən 2-nin əkobu bilirik ki, 6-ya bərabərdir. 6-nı 3'e bölürük 2, 6'nı 2'ye bölürük 3, 7'ni 2'ye vururuq 14, üzerine gelsin. 9'u 3'e vururuq 27, bərabərdir. 6'da 41, 6'da 41 kəsirini isə çevirərəm düzgün olmayan kəsirə. Necə çevirirdik? 41'i bölürük 6'ya, düşür 6 dəfə, qalır 5. Deməli 6 tam 5 ise bizim sürətimizdir. Cevabımız eləyəcək 6 tam 6'da 5. Bu bizim olsun birinci sulumuz. İkinci sul kimi ise nədən istifadə edə bilərəm? Tamları bir toplayaram. 2 üstə gələk 4. Üstə gələk. Kəsir hissələri isə bir toplayaram. Tamları toplayanda cavab eləyir 6 üstə gələk. Kəsir hissənin isə toplanmasını birbaşa qeyd etsəm 6'da 5 eləyir. Toplasaq cavabımız 6 tam 6'da 5 şəklində olur. Mötərizənin üçün birbaşa işləməyimin səbəbi bu yerə gələnə qədər videonun əvvəl hissələrində toplama və çıxma ilə bağlı danışmağımdır. İndi isə gəlin baxaq görək, bəs bizə qarışıq ədəd verilərsə, həmin ədədləri necə bir-birinə bölərəm və ya vuraram. Mən bölməyə aid nümunə yazacağam, çünki bölmənin son etabı vurmadır. Ona görə də bölməyə aid bir nümunə qeyd etmək istəyirəm. Və yadımızda saxlayırıq ki, bölmə və vurma zamanı bütün qarışıq ədədlər düzgün olmayan kəsrə çevrilməlidir. Misal üçün yazıram 4 tam 3'də 2 kəsirini bölmək istəyirəm 1 tam 6'da 1 kəsirini. Düzgün olmayan kəsrə çevirsək 3 tam 3'ü vururuq 4'ə, üzərinə gəlirik 2'ni, elədi 3'də 14, bölək 6'nı 1'ə vururam, üzərinə gəlirəm 1'i, 6'da 7. Bölmə məndə bilirik ki, birinci kəsir olduğu kimi qalır. Bölmənin yerinə vurma qeyd edirəm. İkinci kəsir isə tərsinə çevirirəm. Sürətlə məxrəc ixtisar gedir. Yenə sürətlə məxrəc ixtisar gedir 3'ə. Sürətləri bir-birinə vurub sürətdə qeyd edirəm 4. Məxrəcləri bir-birinə vurub məxrəcdə qeyd edirəm 1. Cavabımız eləyir 4. Artıq bəzi şeyləri daha yekunlaşdırıcı formada yazıram. Çünki bundan qabaq hissələrdə artıq biz danışmışıq bu haqda. İndi isə baxaq, aydın olmaq kəsrlərlə bağlı əlavə qeydlərə. Misal üçün, bizə belə bir sual verilə bilər ki, 4'də 3, vuraq, 5'də 4, vuraq, 6'da 5, vuraq və s. %99 şəklində belə bir ifadə verilə bilər. Əgər biz bu misal işləmək istəyiriksə, birinci kəsrin məxrəci ilə ikinci kəsrin sürəti ixtisar gedir. İkinci kəsrin məxrəci ilə üçüncü kəsrin sürəti ixtisar gedir və s. bu proses bu formada da davam edir. Ancaq uşaqları çaşdıran fərqli bir məqam ondan ibarətdir ki, bəs sonuncu kəsrin qarşısında heç bir kəsir verilmir. Nə etmək lazımdır? Ona görə də kiçik və doğru dillə izah edə biləcəyim bir 4 dənə nümunə qeyd etmək istəyirəm. Sürət bölünsün məxrəc və s. Yenə sürət bölünsün məxrəc. Yenə sürət bölək məxrəc və s. Sürət bölünsün məxrəc. Yenidən sürət bölək məxrəc və s. Sürət bölünsün məxrəc və yenidən qeyd edirik. Deməli, yadımızda saxlayırıq ki, əgər birinci kəsrin məxrəci ixtisar gedirsə, sonuncu kəsrin sürəti mütləq ixtisar gedir və nəticə əlimizdə qalan sürətlə əlimizdə qalan məxrəc olur. Əgər birinci kəsrin sürəti ixtisar gedirsə, sonuncu kəsrin məxrəci mütləq ixtisar gedir və nəticədə əlimizdə qalan məxrəclə əlimizdə qalan sürət yekun nəticəmiz olur. Əgər birinci heç ixtisar getmirsə, onda sonuncu da heç ixtisar getmir. Yekun nəticə sürət vurulsun sürət bölünsün məxrəc vurulsun məxrəc olur. Əgər birinci tamamilə ixtisar gedirsə, sonuncu da tamamilə ixtisar gedir və cavabımız 1 olur.
Yazdığım nümunəyə baxaq. Birinci kəsrin məxrəci ixtisar gedib, deməli sonuncunun sürəti ixtisar gedəcək. Artıq mən arada olan heç bir kəsrə baxmıram qəti sürətdə. Birincinin sürətini, sonuncunun isə məxrəcini qeyd eləyərək cavabımı alıram ki, cavab %100 kəsir verilmiş, yəni 0-dan %100 kəsir. Birazdan onluq kəsir mövzusuna toxunacağam. Bu da oldu bizim kəsirlərlə bağlı əlavə qeydlərimizdən biri. İndi isə keçək digər qeydimizə. Digər bir qeydimiz, əgər bizə belə bir tipdə sual verilərsə, misal üçün, 1 vurulsun 3/1, üzərinə gəlinsin 3 vurulsun 4/1, üzərinə gəlinsin 4 vurulsun 5/1 və sair və sair və sair 15 vurulsun 16-da 1 şəklində kəsir bizə verilərsə, o zaman nə etmək lazımdır? Adətən mən bunu uşaqlara izah eləyəndə bunu fil qulağı adlandırıram. Çünki işarələdiyim hissələr filin qulağına bənzədiyi üçün və uşaqlar daha yaxşı yadlarında saxladığı üçün belə adlandırıram. Birinci kəsrin birinci ədədi ilə sürətini götürürəm. Sonuncu kəsrin sonuncu ədədi ilə sürətini götürürəm. Bənzədiyim hissələri bir-birlərindən çıxıram. 2-də 1-dən çıxıram 16-da 1 kəsirini. Vururam. Fikir verək, hər bir kəsirin məxrəcləri arasındakı fərq 1-ə bərabərdir. Vururam, həmin bu məxrəclər arasındakı fərqin tərs qiymətini, yəni 1-də 1-ə. Əgər mötərizənin içini hesablayası olsaq, birbaşa yazsam, 16 ortaq məxrəcimizdir. 8 bu hissəyə, 1 bu hissəyə düşür. 8-dən də 1 çıxanda cavab eləyir 16-da 7 vurulsun 1. Çünki 1-də 1 kəsir 1 eləyir. Yəni cavab eləyir 16-da 7. Məqsədim hesablama hissəsini yox, misalın gedişatını başa salmaqdır. Çünki hesablama ilə bağlı olduqca danışmışıq. Və yaxud da başqa bir nümunə yazaq. Yazıram 3 vurulsun 5-də 1, üzərinə gəlinsin 5 vurulsun 7-də 1, üzərinə gəlinsin 7 vurulsun 9-da 1, üstə gəlsin və sair və sair və sair 11 olmasın, 11 daha çox yaxın olur. Başqa bir ədəd yazaq. 21 vurulsun 23-də 1 şəklində. Deməli, eləməliyik? 3-də 1 kəsirindən çıxmalıyıq 23-də 1 kəsirini. Yazırıq 3-də 1 çıxılsın 23-də 1 vuraq. Hər bir kəsir arasındakı fərq 2-yə bərabərdir. Ona görə də verilən ifadəni vurmalıyıq 2-nin tərsi, yəni 2-də 1-ə. Hesablama prosesini aparmıram, uzunçuluğa yol vermək istəmirəm və mən burada belə bir şey qeyd eləmək istəyirəm ki, mütləq şəkildə əgər biz buna fil qulağı qaydasını tətbiq etmək istəyiriksə, müəyyən qaydalarımız olmalıdır. Birincisi, mütləq şəkildə sürətlər eyni olmalıdır. İkincisi, ədədlər müəyyən uyğunluqla artmalıdır. Yəni uyğunluq gözlənilməlidir. Uyğunluq dediyim 3 ilə bitirsə 3 ilə başlamalıdır, 4 ilə bitirsə 4 ilə başlamalıdır, 5 ilə bitirsə 5 ilə başlamalıdır, 7 ilə bitirsə 7 ilə başlamalıdır. Yəni uyğunluq gözlənilməlidir. Üçüncü, məxrəcdəki ədədlərin fərqi eyni olmalıdır. Ədəd fərqi eyni olmalıdır. Əgər bu 3 qayda gözlənilərsə, mən qeyd etdiyim izahdakı qaydanı tətbiq etmək olar və sual yaranır. Əgər bu 3 qaydadan hər hansısa biri pozularsa, bəs onda hansı qaydanı tətbiq etmək lazımdır? Misal üçün belə bir misal qeyd etmək istəyirəm. 3 vurulsun 5-də 2 bura 3-də gəlsin daha doğrusu. 5 vurulsun 6-da 1 üzərinə gəlinsin. 6 vurulsun 8-də 3 estağfurullah 2 6 vurulsun 8-də 2 üzərinə gəlinsin 8 vurulsun 12-də 4 kimi belə bir kəsir versin və bizə bu kəsirlərin toplanmasını istəsin. O zaman nə etmək lazımdır? Fikir verək, uyğunluq gözlənilməyinə baxmayaraq nə sürətlər eyni deyil, nə də məxrəclər arasındakı fərq eyni deyil. Ancaq burada belə bir uyğunluq var ki, 5-dən 3 çıxanda 2 eləyir və həmin fərqi sürətə qeyd eləyir. 6-dan 5 çıxanda 1 eləyir və həmin fərqi sürətə qeyd eləyir. 8-dən 6 çıxanda 2 eləyir və həmin fərqi sürətə qeyd eləyir. 12-dən 8 çıxanda 4 eləyir və həmin fərqi sürətə qeyd eləyir. Əgər bu şəkildə olarsa misalımız, bəs onda nə etmək lazımdır? Bir dəqiqə bunları silək, qarışıqlıq olmasın. Onda nə etmək lazımdır? Onda isə
Birinci kəsrin birinci ədədi ilə sonuncu kəsrin sonuncu ədədini məxrəcdə bir-birlərinə vururuq. 3-ü vururam 12-yə. Sürəti isə sürətdəki bütün ədədlərin cəmini yazmaq lazımdır. 2 üzərinə gəlinsin 1, üzərinə gəlinsin 2, üzərinə gəlinsin 4. Cavabımız eləyəcək 36-da 3, 5, 9. Bunlar da ixtisar gedəcək 9-a. Cavabımız eləyəcəkdir 4-də 1. Deməli, əgər yuxarıda qeyd etdiyim fil qulağının uyğunluqları ödənməzsə və məxrəcdəki fərqləri sürətdə qeyd edərsə, o zaman isə bu qaydadan istifadə etmək daha qanuna uyğundur. Və digər əlavə qeydlərimizə keçək aydınlıq kəsrlə bağlı. Bu səfər isə məsələlərlə bağlı danışaq görək. Bəs aydınlıq kəsrin məsələlərində necə işləmək lazımdır? Deməli, məsələlərlə bağlı danışası olsaq, birincisi, bir-iki dənə nümunə ilə sualların üzərində izah eləmək istəyirəm. Hal-hazırda qarşımızda olan sual toplumun 4-cü aydınlıq kəsrlərdə 4-cü başlığının 2-ci sualıdır. Deyir, anar 400 səhifəsi olan kitabın 400 hissəsini oxudu, neçə səhifə oxunmamış qaldı. Əgər bu sualın izahına başlamaq istəyirəmsə, birinci ədədin hissəsinin və hissəsinə görə ədədin tapılmasını izah etməliyəm. Birincisi başlayaq ədədin hissəsinin tapılmasında. Ədədin hissəsi. Bu mövzu hər zaman uşaqlara baş salınanda uşaqlar deyirlər, sürətə vururuq, məxrəcə bölürük, məxrəcə vururuq, sürətə bölürük və s. Ancaq mən tərəfdarı deyiləm bu qaydanı belə öyrənməyin. Əgər ədədin hissəsini tapmaq istəyiriksə, ədədi hissə göstərən ədədə vurmaq lazımdır. Sadə bir nümunə çəkim. Əgər məndən 20-nin 4-3 misalda verilir. Başqa birini yazaq. 20-nin 5-də 2 hissəsini əgər məndən istəyirsə, onda 20-ni vururuq 5-də 2-yə. Mən videonun əvvəlki hissələrində də demişdim ki, məxrəcin mütləq şəkildə 1 yazılır. Kəsr formasına əgər tələb olunursa, sürətlə məxrəc ixtisar gedir 4. 4-ü 2-yə vurduq 8 bölünsün 1. Cavab eləyir 8. Deməli, 20-nin 5-dəki hissəsi 8-ə bərabərdir. Əgər bizə tərsinə verilsə, yəni hissəsinə görə ədədin tapılması verilsə, hissəsinə görə ədədin tapılması əgər bizdən soruşulsa, onda mütləq şəkildə nə etmək lazımdır? Ədədi hissə göstərən ədədə bölmək lazımdır. Ədəd bölünsün hissə göstərən ədəd. Misal üçün, bizdən bu səfər soruşsa ki, 5-dəki hissəsi, 5-də ikisi 20 olan ədədi bizdən istəsə, onda 20-ni mütləq şəkildə bölməliyəm 5-də 2-yə. 20-nin məxrəcini 1 qeyd edirəm. Birinci kəsirimiz bilirik ki, olduğu kimi qalır. Bölmə əməlinin yerinə vurma əməlini qeyd edirəm. İkinci kəsiri isə tərsinə çevirəm. 2 ilə 20 ixtisar gedir 10. Cavab alındı. 50 bölünsün 1, yəni ki 50. Ümumiyyətlə, bunu bu qədər sürətli getməyimin səbəbi nə idi? Çünki belə bir yekun nəticəyə gəlmək istəyirəm. İlk dəfə ədədin hissəsinin tapılması və hissəsinə görə ədədin tapılmasından tanış olan uşaqlara həmişə belə bir şey öyrədirəm ki, əgər birinci ədəd gəlsə, ikinci hissə gəlsə, ədədin hissəsini tapaq. Əgər birinci hissə gəlsə, sonra ədəd gəlsə, hissəsinə görə ədəd tapaq. Fikir verin yazdığım nümunəyə. Birinci ədəd gəlib, sonra hissə gəlib. Onda ədədi hissə göstərən ədədə vurdum. İkinci nümunədə isə birinci hissə göstərilib, ikinci ədəd göstərilib. Ona görə də ədədi hissə göstərən ədədə böldüm. İncə keçsək misala. Deyir 400 səhifəsi olan kitabın 4-3-ünü tap. Verilsə birinci ədəd olan hissə, sonra isə hissə olan qism qeyd olunubdur. Mən tapmalıyam 400-ün 4-də 3 hissəsini. Məxrəcini qeyd edirəm 1. 4-dən 100 ixtisar gedir 100. 4-dən əstəğfurullah 400 ixtisar gedir 100. Cavabımız alınır 300. Deməli, anar 300 səhifəni oxuyub. Bizdən oxunmamış hissəni istəyir. Onda 400-dən də çıxırıq 300-ü. Cavabımız eləyir 100. Bunu fərqli bir üsulla necə işləmək olar? Bizim əlimizdə olan hər bir şey bir tamla hesablanır. 4-də 3 hissəsi oxunubsa, birincisi 1-dən 4-də 3-ünü çıxıram görüm nə qədər hissəsi oxunmayıb. Belə olanda yadımızda saxlayırıq ki, ikinci kəsirin məxrəci əgər 4-dürsə, həmin bu 1-i 4-də 4 kimi qeyd edirlər. 8 olsaydı 8-də 8 kimi qeyd edərdim. 7 olsa 7-də 7 kimi qeyd edərdim. Qabaqda izah edəcəyim misallar da var. 4-də 4-dən 4-də çıxıram, cavab eləyir 4-də 1. Deməli, bu 4-də 1 oxunmayandır.
Qısa yazıram. Mən həmin 400 səhifənin oxunmayan hissəsini tapmalıyam. Deməli 400-ü vururam 4-də 1-ə. İxtisar gedən zaman qalır cavabımız 100. Deməli oxunmayan səhifələrimizin sayı 100-ə bərabər imiş. Bu bir nümunəmiz. Keçək digər nümunəyə. İkincisi baxaq hissəsinə görə ədədin tapılmasına. Bizə deyir ki, turist atla yolun 7/4 hissəsini getdikdən sonra qalan 15 kilometrini yolu piyada getdi. Turistin getdiyi bütün yolun uzunluğunu tapın. Deməli, birincisi qeyd edeyim ki, hissə birinci gəlib, ədəd ikinci gəlib. Ona görə də hissəsinə görə ədədin tapılmasından istifadə edəcəyik. Amma burada fərqli bir məqam var ki, bizə deyir ki, bax təsəvvürümüzə gətirək ki, bir dənə yolumuz var və yol bütöv olan bir hissədir, yəni bir tamdır. Bu yolun 7/4 hissəsini gedibdi artıq. Bu yol 7/4 hissəsi gedilibdi və gedilməyən 15 kilometri qalıbdı. Mən belə bir şey məsləhət bilərəm ki, qalan hissənin neçə hissəsi olduğunu tapaq. Ona görə də 1-dən çıxıram 7-də 4-ü. Məxrəci 7 olduğu üçün 1-in yerinə qeyd edirəm 7-də 7-ni. 7-də 7-dən çıxıram 7-də 4-ü, qalacaq 7-də 3-ü. Deməli, yolun 7-də 3 hissəsi gedilməyib. Deməli, hər hansısa bir yoldur və uzunluğunu bilmirəm x-ə bərabərdir. Bu qeyd elədiyim bir hissəni başa salmaq üçün qeyd etdiyim idi. Yolun uzunluğu x-ə bərabərdir. Həmin x gedilən yolun 7-də 3 hissəsi 15-ə bərabərdir. Deməli, yenə qeyd etdim, birinci hissə ikinci ədəd gəldiyi üçün ədədi hissə göstərən ədədə bölməliyəm. Yəni 15-i bölürəm 7-də 3 kəsirinə. 15-i olduğu kimi saxlayırıq, əlbəttə ki, məxrəcindən birlikdə. Bölməni vurmaya çeviririk, 3-də 7 kimi yazıram. İxtisar gedir 5, 5 ilə 7-yə vurduq, elədi 35. Deməli, ümumi yolun uzunluğu 35-ə bərabər imiş. İndi isə baxaq eyni məqsədli iş görülməsinə və müxtəlif məqsədli iş görülməsinə, yəni əks məqsədli iş görülməsinə. Mən bunu uşaqlara həmişə bu bor məsələləridir, fərqli məsələləridir. Belə izah edirəm ki, əgər ikisi də eyni məqsədli iş görərsə, yəni ki, misal şərtində verilən işlərin məqsədi də eyni olarsa, onda tərs qiymətlər toplanılır. Tərslər toplanılır. İzah edəcəm indi nümunə ilə. Əgər əks məqsədli işlər görülərsə, onda tərs qiymətlər, tərslər çıxılır. Əlbəttə ki, bunu bu formada başa düşə bilmərik. Keçək misala. Deyir, 1 kran boş səni 6 dəqiqəyə, digəri isə 9 dəqiqəyə doldurur. Fikir verin, hər ikisinin də məqsədi nədir? Doldurmaq. Hər ikisinin də məqsədi doldurmaqdır. Bir saniyə bunu söyləyim. Hər ikisinin də məqsədi nədir? Doldurmaqdır. Müxtəlif məqsədli işlər görülmədi. Nə yazmışam? Eyni məqsədli iş. Tərslər. Bizə verilmiş bu saatların 6 dəqiqə ilə 9 dəqiqənin tərs qiymətini tapıram. 6-nın tərsi olur 6-da 1, çünki demişik məxrəcində 1 var. 9-un isə tərsi olur 9-da 1. Tərs qiymətləri toplanılır. Yazırıq. 6-da 1, üzərinə gəlirik 9-da 1. Ortaq məxrəcimiz 18, tamamlayıcı vuruqlarımız 3 və 2. Hesablasaq cavab edir 18-də 5. Burası çox diqqətlə qulaq asaq. Yekunda aldığımız bu cavab həmişə görülən işdir. Dolan deyilsə dolandı, daşınılan deyilsə daşılandı, yəni görülən işdir. Görülməyən iş tapırıqsa, misal üçün baxın, deyir dolmamış qalar, yəni görülməmiş iş istəyir. Buraya yazıram, görülməmiş. Yazacağım, görülməmiş. İş istəyirsə, bayaq qeyd etdim ki, əlimizdə olan hər şey bir tamdır. Bir tamdan çıxıram 18-də 5-i. Məxrəc 18 olduğundan həmin bu birin yerinə yazıram 18-də 18, çıxıram 18-də 5-i. Və yekun cavabım edir 18-də 13. Bax, bu görülməmiş işdir. Ancaq bizdən desə ki, biri 6 dəqiqəyə doldurur, digəri 9 dəqiqəyə doldurur, hovuz neçə saata dolar? Saat istəsə bizdən, yəni zaman istəsə, zamanı tapmaq ən maraqlı hissəsidir. Uşaqlar hər zaman burada çalışıb cavabı ilə 18-də 5 götürürlər. Zamanı istəyəndə aldığımız bu cavab var.
Həmin bu cavabın tərsi bizim zamanımızdır. 5-də 18 misalda dəqiqə verdiyi üçün 5-də 18 bir saniyə. Bu bizə dedi ki, zamanı tapan zaman və zamanı verib biz zamanı tapırıqsa əgər, onda bax bu yekun aldığımız cavab var 18-də 5. Onu tərsinə çeviririk və misalda bizə ifadə dəqiqə ilə verildiyi üçün 5-də 18 dəqiqə olur. Saat istəsəydi əgər, bilirik ki, 1 saatımız 60 dəqiqə olduğundan 60 dəqiqəyə bölmək və yaxud da vurmaqla alınan cavabı saata və yaxud da dəqiqəyə çevirmək mümkündür. İndi buna aid başqa bir nümunəyə baxaq. Bu hələ ki sadə bir nümunəsi idi və bir də qeyd edirəm. Eyni məqsədli iş görülərsə toplayırıq, əks məqsədli iş görülərsə çıxırıq. Əks məqsədli də dediyim, deyər ki, 6 dəqiqəyə doldurur, 9 dəqiqəyə boşaldır. Bütün proses eynidir. Gedilməmiş idisə yenə yekun aldığımız cavabdan 1 çıxmaq lazımdır. Zaman istəsə yekun aldığımız cavabı tərsinə çevirmək lazımdır. Sadəcə bircə fərqli məqam ondadır ki, dəqiqələrin tərs qiymətini, yəni zamanların tərs qiymətini bir-birlərindən çıxmaq lazımdır, toplamaq lazım deyil. Necə qeyd elədiyim sualda kombinasiya şəkildədir. Yəni burada həm eyni məqsədli iş var, həm əks məqsədli iş var, həm də zaman soruşur. Plus da ki, zamanın yarısını soruşur. Gəlin baxaq. Deyir ki, boş hovuzu 4 saata doldurub, 4 saata və 6 saata doldur. Bunlar eyni məqsədli işdir. Deməli yazmalıyam 4-də 1, üzərinə gəlinsin 6-da 1, çünki eyni məqsədli işdir. Sonra isə deyir ki, 12 saata 3-cü boru boşaldır. Boşaldırsa artıq bu çıxılmalıdır. Ona görə də qeyd eləyirəm ki, 12-də 1-i çıxıram. Bir dənə burada belə bir haşiyə çıxım ki, bir də misallardan desəydi ki, hər 3 boru birlikdə 5 saat işlədi desəydi, onda bunu mötərizəyə alıb aldığımız cavabı mütləq şəkildə 5-ə vurmalıydıq. Misalda əgər elə bir qeyd olsaydı. Bizdə elə bir qeyd yoxdur deyə hələ ki yazmıram. Ancaq desəydi ki, hər 3 boru 5 saat işlədilər desəydi, mötərizəyə alıb cavabımızı 5-ə vurmaq lazım idi. Deməli, bunu hesablayıram. 12 ortaq məxrəcdir. 12-ni 4-ə böləndə 3, 12-ni 6-ya böləndə 2, 12-ni 12-yə böləndə 1 tamamlayıcı qruplarımı qeyd elədim. Deməli olacaqdı 3, üzərinə gəlsin 2, çıxılsın 1, cavabımız eləyəcəkdir 12-də 4. 12-də 4 biraz da ixtisar eləyək, sadələşsin, cavabımız 63-də 1. Mən təkcə misal şərtlə verilən yox, hər birini izah eləyəcəm. Deməli, əgər məndən görülən işi istəsəydi, dedim görülən iş yekun aldığım cavabdır. Yəni 3-də 1-dir. Əgər məndən görülməyən iş istəsəydi, onda 1-dən çıxmalıyam 3-də 1. Artıq buna aid bir neçə nümunə elədiyim üçün birbaşa yazıram 3-də 2. Əgər məndən zamanı istəsəydi ki, misalda məndən zamanı istəyib, aldığım cavabı, yəni 3-də 1-i tərsinə çevirməliyəm. Yəni 1-də 3 olar cavabımız. Yəni 3, misalda veriləndən hər bir saat olduğuna 3 saat. Ancaq fikir verin, misalda mənə deyir ki, yarısı neçə saata dolar? Əgər tamı 3 saata dolursa, bu artıq normal həyatımızda, gündəlik həyatımızda rastlaşdığımız bir situasiyadır. Yarısı məlum məsələdir ki, 3 saatın yarısı qədər dolur. Yəni 1,5 saata dolar. Deməli cavabımız elədir 1,5. Baxdıq onluq kəsirlərə. Onluq kəsirlər nədir? Məxrəcində 10, 100, 1000 və sair kimi onun misilləri şəklində göstərilə bilən kəsirlər onluq kəsirlər adlandırılır. Onluq kəsirlərdə misal üçün nümunə gətirək, 10-da 3 yazsaq, tam hissəsi boş olduğu üçün 0,13 şəklində olar. 100-ün əgər sürətinə 3 yazsaq, yenə tam hissəsi boş olduğu üçün 0 tam. Buna diqqət yetiririk ki, ilk dəfə onluq kəsirlə tanış olan uşaqlar üçün bunu vurğulayıram. Birdən sonra 2-nin 0 gəldiyi üçün hal-hazırda mən burada 2 dənəlik yer düzəltməliyəm. Sonuncu yerə ədədimi yazıb qarşısını isə 0-la doldururam, yəni 0,3. Misal üçün 348 olsa, 1, 2, 3, 0 tam, 1, 2, 3, 348-in özünü elə birbaşa həmin üçlük yeri yazıram və oxunuşu 0,348, 0,3 və 0,13 şəklindədir. Birincisi onluq kəsiri keçid etməmişdən qabaq biz tanış olmalıyıq sonlu kəsirlə və sonsuz kəsirlə. Gəlin görək sonlu kəsir nədir, sonsuz kəsir nədir? Bu yazını bir daha yazın. Sonsuz.
İndi baxdıq sonlu və sonsuz kəsirlərə. Bəs sonlu kəsir nədir, sonsuz kəsir nədir? Sonlu kəsirlər məxrəci sadə vuruqlara ayıran zaman 2, 5 və yaxud da 2 və 5 iştirak edərsə, onda belə kəsirlər sonlu kəsirlər adlandırılır. Sonsuz kəsirlər hissəsini belə bir haşiyə alıram. Hələ bu haqda danışmıram. Görülən boş lövhədə ancaq sonlu kəsirlə bağlı danışmaq istəyirəm. Misal üçün belə bir nümunə yazıram. Yazıram ki, 20-də 3 kəsrini yazıram, və yaxud da ki, 25-də 2 kəsr olsun və yaxud da ki, 32-də 7 kəsr olsun və yaxud da ki, başqa bir nümunə yazaq, 30-da 8 kəsr olsun. 3 dənə kəsr yazdım və hər 3 kəsrin də sonlu və ya sonsuz olmağını təyin etmək istəyirəm və mən hal-hazırda sonlu kəsirlə bağlı danışıram. Məxrəci sadə vuruqlara ayırıram. 20-ni sadə vuruqlara ayırıram. 2, 10, 2, 5, 5, 1. 25 sadə vuruqlara ayırıram. 5, 5, 5, 1. 32-ni sadə vuruqlara ayırıram. 2, 16, 2, 8, 2, 4, 2, 2, 2, 1. Və nəhayət 30 sadə vuruqlara ayırıram. 2, 15, 3, 5, 5, 1. Birincisi danışıram. Bax, sonlu kəsir deyəndə dedim ki, ya 2 ilə 5 birlikdə iştirak eləməlidir, ya sadəcə iştirak eləməlidir, ya da sadəcə 5 iştirak eləməlidir. Birinci yazdığım nümunədə həm 2 var, həm 5 var. Yəni 2 və 5-in hər ikisi iştirak eləyib. Deməli 20-də 3 kəsri sonlu kəsirdir. İkinci yazdığım kəsirin məxrəcində 2 dənə 5 iştirak eləyibdir. Yəni ancaq 5-lərdən təşkil olunubdur. Məxrəc ancaq 5-lərdən təşkil olunduğu üçün deməli 25-də 2 kəsri sonlu kəsirdir. 32-ni sadə vuruqlara ayıran zaman ancaq 2-lərdən istifadə olunubdur. Ancaq 2-lərdən istifadə olunubsa, deməli bu da sonlu kəsirdir. Amma sonuncu kəsirə baxaq. 2 ilə 5-in olmasına baxmayaraq bir dənə yad vuruğumuz iştirak eləyibdir. Onda bu kəsir sonlu kəsir hesab olunmur. Bax, belə kəsirlər adlandırılır sonsuz kəsirlər. Deməli, sonlu kəsirlərdə yalnız 2-lər, yalnız 5-lər və ya həm 2, həm 5 iştirak etməlidir. Belə kəsirlər sonlu kəsirlər adlandırılır. Ancaq 2 və 5-dən əlavə bir dənə belə olsa yad vuruq varsa, belə kəsirlər sonsuz kəsirlər adlandırılır. Sonsuz kəsirlər geniş anlayışdır və birazdan bu anlayışla bağlı ümumi məlumat verəcəm. Hələ ki dedik ki, sonlu kəsirlərlə bağlı danışırıq. Başqa bir dənə belə bir nümunə yazmaq istəyirəm. Bizim qarşımıza topluda olan belə bir sual çıxa bilər ki, məxrəci tutaq ki, 18 olan düzgün kəsirlərdən qısa yazaq, kəsirlərdən neçəsi sonludur kimi bizə belə bir sual verə bilər və qeyd edirəm ki, bu sual sınaqlarda, imtahanlarda istifadə olunan sual tipidir. Bəs gəlin görək bunu nə etmək lazımdır. Ümumiyyətlə mən həmişə uşaqlara məsələ işlədəndə bir məqamı vurğulayıram ki, məsələ və yaxud ifadə şəklində olan misallar işləmək istəyiriksə, misalı aydın şəkildə özümüz üçün hissələrə bölməliyik. Birinci böləcəyim hissə ondan ibarətdir ki, bizə burada deyib ki, düzgün kəsirlərdən. Məxrəci 18 olan neçə dənə düzgün kəsirim var? 17 dənə. 17 dənə düzgün kəsirim var. Çünki 18-dən kiçik olan 17 dənə ədəd var. Deməli, bizim kəsirlərimizin sayı 17 dənə oldu. Sonra deyib ki, sonlu. Sonlu nə deməkdir? 2 və 5 görməliyəm mən orada. Ya yalnız 2, ya yalnız 5, ya da ki 2 ilə 5 görməliyəm. 18-i sadə vuruqlara ayırıram birinci. 2, 9, 3, 3, 3, 1 şəklində. Sonlu dediyi üçün 2-nin üzərinə xətt çəkirəm. Çünki 2 qaydaya tabedir. Bizə əsas lazımdır yad vuruq. Yad vuruğumuz nədir? 3 vurulsun 3, yəni ki 9. Neçə dənə düzgün kəsirim var idi? 17 dənə. Həmin bu 17-ni bölürəm 9-a. 17-ni 9-a böləndə düşür 1. Qalıq bizə lazım deyil. Həmin bax bu düşən 1 bizə göstərir sonlu kəsirlərin sayını. Deməli, məxrəci 18 olan bir dənə sonlu kəsir var. Bunu tapdıq. Bəs bizdən soruşsa neçə dənə sonsuz kəsir var? 17-dən bu biri çıxırıq. 17 çıxaq 1. O da eləyir 16. Deməli, 16 dənə də sonsuz kəsirimiz var.
Bu qayda kitablarda ümumiyyətlə yoxdur, amma misal kimi istifadə olunan qaydalardan biridir. Ona görə də başına belə bir haşiyə buraxıram. İndi isə keçid alaq. Sonlu kəsirdən sonsuz kəsirin nəyə görə qaydasının vacib olmalı? Ümumiyyətlə yadımızda saxlayaq ki, əgər söhbət onluq kəsirdən gedirsə, onluq kəsirlərin hamısı sonlu kəsirlərdir. Yəni biz ancaq sonlu kəsiri rahatlıqdan onluq kəsirə çevirə bilərik. Bəs nə cür çevrilir? Hər hansısa bir kəsir yazıram 5-də 4 kəsirini. Mən 5-də 4 kəsirini onluq kəsirə çevirmək istəyirəm. 2 üsuldan istifadə edə bilərəm. Birinci üsul sürəti məxrəcə bölməklə. 4-ü kənarda bölürəm 5-ə. 4-ün içində 5 yerləşmədiyi üçün tam hissəsinə 0 tam yazıram və bura bir dənə 0 əlavə edirəm. 40-ın içində 5 8 dəfə. 8-i 5-ə vurduq 40, çıxdıq qaldı 0. Deməli cavab elədi 0,8. Deməli 5-də 4 kəsiri 0,8 deməkmiş. Başqa bir qaydasında isə biz sürət və məxrəcin eyni ədədə vurulması qaydasından tanış olduq. Yəni kəsirin əsas xəstəsindən. İndi mən fikirləşirəm ki, məxrəcdə olan 5-i neçəyə vursam, 10-a, 100-ə, 1000-ə və s. tamamlanar. 5-i əgər 2-yə vursam, 10-a tamamlana bilər. Məxrəcə 2-yə vurduğum üçün sürətli 2-yə vururam. O da eləyir 10-da 8. 10-da 8 kəsri elə 0,8 deməkdir. Hər iki üsulun köməyi ilə biz sonlu kəsri onluq kəsrə çevirə bilirik. İndi isə keçid alaq. Sonsuz kəsrə. Bəs gəlin görək sonsuz kəsir nədir? İsə keçid aldıq sonsuz kəsirlərə. Gəlin bir dənə kəsir yazaq və həmin kəsirin sonsuz kəsir olmasına baxaq. Misal üçün, mən yazıram 3-də 2 kəsirini. Əgər 3-ü sadə vuruqlara ayırsam, sadə vuruqlara ayrılış zamanı 2 və 5 iştirak etmədiyi üçün deməli 3-də 2 kəsiri sonsuz kəsirdir. Gəlin də onu onluq kəsirə çevirməyə çalışaq. Yəni sürətini bölək məxrəcinə. 2-ni 3-ə böləndə düşür 0 tam. Daha doğrusu 2-nin içində 3 yerləşmədiyi üçün 0 tam. Bir dənə 0 əlavə eləyirəm. 2-nin arxasına 20-nin içində 3 yerləşir 6 dəfə. 6-nı 3-ə vurduq 18, qalıq qaldı 2. 2 yenidən 3-ə bölünmədiyi üçün 0 əlavə eləyirəm. 20-nin içində 3 yenə 6 dəfə. Yenə 18, yenə qalığımız 2. Yenə 0 əlavə eləyirəm. Yenə 6 dəfə. Yenə 18, yenə 2 və s. bu proses davam edir. Deməli 3-də 2 kəsri 0 tam sonsuz sayda 6-lardan ibarətdir. Ancaq bu formada yazılış belə yazılır. 0 tam dövr eləyən ədədlər mötərizə daxilində göstərilərək yazılır. Bax, buna deyirlər dövrü kəsirlər. Deməli, sonsuz kəsirləri tam şəkildə onluq kəsirə çevirmək mümkün olmadı. Sonsuz kəsirləri ancaq dövrü kəsirlərə çevirmək mümkün oldu. Bəs gəlin görək dövrü kəsirlər nədir və neçə yerə bölünür? Deməli, dövrü kəsirlərin özü 2 yerə bölünür. Başlıq yazaq dövrü kəsirlər. Dövrü kəsirlərin özü 2 yerə bölünür. Biri var saf dövr onluq kəsirlər. Bir də var qarışıq dövr onluq kəsirlər. Saf dövr onluq kəsirlər odur ki, vergüldən sonra birbaşa dövr gələrsə, yəni vergüllə dövrün arasında heç bir ədəd olmazsa, belə kəsirlər saf dövr onluq kəsirlərdir. Misal üçün 0 tam onda 0 tam dövrdə 5 və yaxud da 0 tam dövrdə 8 və yaxud da 1 tam dövrdə 7. Fikir verək, vergüllə dövrün arasında heç bir ədəd iştirak etmədi. Belə kəsirlər saf dövr onluq kəsirlər adlandırılır. Qarışıq dövr onluq kəsirləri haşiyə alıram və hələ ki bu haqda danışmıram, saf dövr onluq kəsirlə bağlı danışıram. Saf dövr onluq kəsirləri bəs gəlin görək adi kəsir necə çeviririk. Götürək elə 1,7-ni. Yazaq. 1,7, 1 tam daha doğrusu dövrdə 7 şəklində yazaq və 1 tam dövrdə 7-ni çevirək, dövrü kəsiri çevirək adi kəsirə. Tam olduğu kimi qalır. Deməli, nə edirik? Dövrdəki ədədlərin sayı qədər məxrəcə 9, dövrdəki ədədin özünü isə birbaşa sürətə yazırıq. Ümumiyyətlə, yadımızda saxlayaq ki, dövrdəki ədədlər həmişə 9-la əvəzlənir. İstəyir saf olsun, istəyir qarışıq olsun. Dövrdəki ədədlər həmişə 9-ların sayını göstərən ədədlərdir. İndi gəlin çevirək 0 tam dövrdə 8-i.
0 tam dövrdə 8. Tam hissəsi olmadığı üçün boşda buraxıram, çünki 0 tama yazıla bilməz. Dövrdə bir dənə ədəd yerləşdiyi üçün məxrəcə bir dənə 9, sürəti isə dövrdəki ədədin özü yazılır. Bax, buna deyirlər saf dövrə onluq kəsirlər. Bəs gəlin görək qarışıq dövr onluq kəsirlər nədir? Qarışıq, başlıq yazaq qarışıq dövr onluq kəsirlər. Qarışıq dövr onluq kəsirlər nədir? Vergüllə dövrün arasına müəyyən sayda ədəd daxil olarsa, belə ədədlər qarışıq dövrü onluq kəsirlər adlandırılır. Vergüllə dövrün arasına bir və daha artıq ədədlər daxil olarsa, belə kəsirlər qarışıq dövr onluq kəsirlərdir. Misal üçün, 1 tam onda 5 dövrdə 8 və yaxud da 2 tam onda 3 dövrdə 5 və s. kimi. Və yaxud da bir dənə də daha mürəkkəbini yazaq. 3 tam %48 dövrdə 7 və s. kimi. Yazıla bilən ədədlər olacaq qarışıq dövrü onluq kəsirlər. Və fikir verək, vergüllə dövrün arasında ədəd yerləşib, vergüllə dövrün arasında ədəd yerləşib, vergüllə dövrün arasında ədəd yerləşib və s. Bəs gəlin görək bunları biz necə çevirərik adi kəsirə. Deməli, gəlin elə bunu çeviririk. 1 tam onda 5 dövrdə 8 bərabərdir. Tamı olduğu kimi saxlayıram 1 tam, yazır xətti çəkirəm və yaxud da vurğuladım ki, dövr daxilindəki ədədlərin sayı bizə 9-ların sayından xəbər verir. Bir dənə ədəd yerləşdiyi üçün bir dənə 9 yazıram. Vergüllə dövrün arasındakı ədədlərin sayı qədər 0 yazıram. Sürəti isə burada gördüyüm bütöv ədəddən, yəni 58-dən çıxıram dövrə qədərki ədədi, yəni 5-i. Cavabımız elədir 1 tam 90-da 53. Bunun üzərində biraz daha çox dayanmaq istəyirəm. Başqa bir nümunəyə baxaq. Misal üçün, yazaq ki, 2 tam onda 3 dövrdə 48 bərabərdir. Tam olduğu kimi köçürdürəm. Kəsr xətti çəkirəm. Dövrdəki ədədlərin sayı qədər 9, vergüllə dövrün arasındakı ədədlərin sayı qədər 0, töv gördüyüm ədəddən, yəni 348-dən çıxıram dövrə qədər olan ədədi, yəni 3-ü. Yəni 2 tam 990-da 345. Adətən belə ədəd görəndə uşaqlar deyir ki, ixtisar eləmək olarmı? Bəli, rahatlıqdan ixtisar eləmək olar. Hal-hazırda verilən kəsirləri sadə bir şəkildə 5 ixtisar apara bilərəm. Sadəcə ixtisarla bağlı videonun əvvəlki hissəsində danışdığım üçün bir daha vurğulamıram. Bu oldu bizim qarışıq dövrü onluq kəsirlərimiz. İndi isə gəlin baxaq görək, onluq kəsirlər üzərində əməllər necə aparılmalıdır. Deməli, bilirik ki, 5 dənə əməlimiz var. Toplama, çıxma, vurma, bölmə və qüvvəti yüksəltmə. Ən birinci toplama əməlindən başlamaq istəyirəm. Misal üçün yazıram ki, 1 tam 13 kəsiri ilə 0 tam %8 kəsirini toplamaq istəyirəm. Adi bildiyimiz ədədlərin alt-alta toplama qaydası ilə toplayıram. Ancaq bir şey diqqət etmək lazımdır ki, vergüllər bir-birlərinin alt hissələrinə düşsünlər. Fikir verək, vergüllər bir-birlərinin alt-alt hissələrinə düşüblər və toplayıram. Toplayan zaman əgər hər hansısa bir ədədin yuxarı hissəsi və ya aşağı hissəsi boşda qalarsa, ora 0 əlavə etmək lazımdır. Və burada da belə bir haşiyə çıxıram ki, bütün onluq kəsirlərin arxasına sonsuz sayda sıfırlar əlavə etmək mümkündür. Sonra da adi bildiyim qayda ilə toplayıram. 0-ın üstünə 8 gəlirəm. 8, 3, vergüllə aşağı düşür və 1. Deməli, cavab elədir 1 tam %38. Və ya indi isə çıxmaya aid baxaq. 2 tam %2 kəsrindən çıxaq 1 tam onda 3 kəsrinə. Yenə alt-alta adi qayda ilə çıxıram. Elə eləyirəm ki, vergüllər bir-birlərinin aşağı hissələrinə düşsünlər. Və yaxud da vurğuladım. Nəyin aşağısı və yuxarı hissəsi boş qalarsa 0 yazıram. Adi qayda ilə çıxıram. 2-dən 0 çıxanda 2, bunun bir payını verdik. Ondan 3 çıxanda 7, vergül düşdü və yaxud pay vermişdik. Birdən də 1 çıxanda 0. Cavab elədir 0 tam %72. Beləliklə, onluq kəsilərin toplanıb çıxılmasından tanış olduq. Gəldi əsas məsələ onluq kəsilərin vurulması ilə. Mən 0 tam 10-8 kəsirini vurmaq istəyirəm 0 tam 1000-də 3 kəsirini. Uşaqların ən çox çətinlik çəkdiyi yerlərdən biri buradır. Bax,
ədədi vergülsüz şəkildə adi kimi görsəm, bu eləyir 8. Buranı isə vergülsüz adi görsəm, bura eləyir 3. 8-i vururam 3-ə. Cavab eləyir 24. Və nəzərinizi çatdırım ki, qırmızı rəngdə yazdığım hissə mənim beynimdə etdiyimdir. Həmin o 24-ü gətirirəm bərabərlikdən biraz uzaqda qeyd edirəm 24. İndi nə edirəm? Ümumi misalda vergüldən sonra neçə ədəd varsa sayıram. 1, 2, 3, 4 dənə ədəd var. İndi 24 ədədini sağdan başlayaraq 4 ədəd sayıram. 1, 2, 3, 4. Dayandığım yerə vergül atıram, qarşısına bir dənə 0 yazıram, boş qalan hissələri isə 0-dan doldururam. Cavab elədi 0,24. Başqa bir nümunəyə baxaq. Misal üçün 1,12-ni gəlin vuraq 0,18-ə bərabərdir. Mən vergülsüz şəkildə burada gördüyüm ədəd 12-dir. Vergülsüz şəkildə burada gördüyüm ədəd isə 18-dir. 12-ni vuram 18-ə eləyir 216. 216-nı bərabərlikdən bir balaca uzağa qeyd eləyirəm. 216. İsə ümumi misalda vergüldən sonra neçə ədəd varsa sayıram. 1, 2, 3 dənə ədəd var. 216-da sağdan başlayaraq 3 ədəd sayıram. 1, 2, 3. Dayandığım yerə vergül atıram. Qarşı tərəf boşdursa orada 0 yazıram. Cavabımız elədi 0,216. Bir dənə nümunəyə baxaq. Çünki biraz vurulması uşaqlar üçün qaranlıq qalan hissədir. Bir dənə nümunəyə baxaq. Diyor ki 0,5-i vuraq 0,6-ya. Vergülsüz şəkildə burada gördüyüm ədəd 5-dir. Burada isə vergülsüz şəkildə gördüyüm ədəd 6-dır. 5-i vururam 6-ya eləyir. Bu şərəsini. 5-i vururam 6-ya cavab eləyir 30. Həmin 30-u bərabərlikdən biraz uzaqda qeyd edirəm. İndi isə sayıram. Ümumi misalda vergüldən sonra neçə ədəd var? 1, 2, 3, 4, 5 dənə. Saydıq. 1, 2, 3, 4, 5. Qutardığım yerə bir dənə vergül atıram. Qabaq tərəf boşdursa 0 yazır. Bütün boş yerlər 0-dan doldururam. Onluq kəsirdə lap sonda qalan 0 həmişə düşür. Deməli, cavabımız elədi 0,10-3. Bu oldu onluq kəsirlərin vurulması. Bəs gəlin görək bölünməsi necə olar? Ümumiyyətlə, mən uşaqlara həmişə məsləhət bildiyim bölünməni kəsr şəklində yazmaqdır. Necə? Misal üçün, mənə verib ki, 0,3 kəsirini böl 0,5 kəsirini. Arada olan bölməni kəsr xəttini ifadə etmək istəyirəm. 0,3 bölünsün 0,5 şəklində. Hər ikisindən vergülləri atıram. Aşağıda vergüldən sonra 2 dənə ədəd var, yuxarıda 1 dənə ədəd var. Bərləşsin deyə yuxarıda 2 dənə xətt qoyuram ki, yuxarıda da 2 dənə ədəd olsun və boş qalan yeri 0-la doldururam. Deməli, alındı 30 bölünsün 5. Yəni, cavabımız elədi 6. Başqa bir nümunə yazıram. Tutaq ki, deyir 1,8-i böl 0,6-ya. 1,8-i qeyd eləyirəm sürətə. 0,6-nı qeyd eləyirəm məxrəcə. Çünki biz kəsir mövzusuna tanış olanda videonun əvvəl hissələrində demişdik ki, sürət bölünəndir, məxrəc isə böləndir. Qeyd etdik. İndi vergülləri atıram. Sayıram. Aşağı tərəfdə vergüldən sonra 3 dənə ədəd var. Yuxarı tərəfdə isə vergüldən sonra 1 dənə ədəd var. Bərabərləşsin deyə buranı da 3-ə tamamlayıram. Deməli, yuxarıda da 3 dənə xətt qoydum, aşağıda da. Həmin bu xətlərin boş qalan hissələrini 0-dan doldururam. Deməli, alındı 1800 bölünsün 6. Cavab elədi 300. Bu oldu kəsirlərin bölünməsi qaydası. Onluq kəsirlərin bölünməsi qaydası. İndi gəlin baxdıq qüvvəti yüksəldilməsinə. Deməli, yazmaq istəyirəm ki, 0,3-ü 10-3 olmasın. Dəyişək 5-ə bir saniyə. 0,5-i desin ki, kuba yüksəld. Deməli, nə edirəm? Birinci 5-i kuba yüksəldəndə eləyir 125. Vergüldən sonra neçə dənə ədədim varsa, vergüldən sonra hal-hazırda 1 dənə ədədim var. Qüvvət də 3-dür. Həmin bu 1-i vururam qüvvətdə olan 3-ə, eləyir 3. Deməli, vergüldən sonra 3 dənə ədəd ayırmalıyam.
Cavab elədi 0,125. Və yaxud da desin ki, 1,2-ni 1,2 vergüldən sonra bir dənə ədədə aid yazmışıq. Bunu eləyək 0,12. Desin ki, bu ədədi kvadratı yüksəlt. 12-nin kvadratı yüksəldən eləyir 144. İndi baxaq. Vergüldən sonra 2 dənə ədədim var. Həmin bu 2-ni qüvvətli olan 2-yə vururam. 2 vuraq 2. Elədi 4. Deməli, vergüldən sonra 4 dənə ədəd ayırmalıyam. 1, 2, 3, 4. Vergül atdıq, boş qalan hissələr 0-la doldurdum. Cavab elədi 0,10 144. Buna da aydınlıq kəsr mövzusunu yekunlaşdırdıq.